Bakıda 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir. Forum Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və X-Prim Beynəlxalq Sığorta Nəşrinin tərəfdaşlığı ilə baş tutur. Məlum olduğu kimi Mərkəzi Bank tərəfindən 3 illik periodu əhatə edən maliyyə sektorunun inkişaf strategiyası təsdiq edilmişdir. Strategiyada sığorta sektorunun inkişafına və dayanıqlığına xüsusi önəm verilmişdir. Sığorta xidmətlərinin tətbiqi genişləndirilmiş, müqavilələrin bağlanması və xidmətlərin əldə olunması prosesləri daha çevik və rahat olmuşdur. Qeyd olunanlardan əlavə yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələrimiz də mövcuddur. Belə ki, avtonaqliyyat vasitələrinin könüllü sığortası, yəni kasko adlandırdığımız məhsul üzrə yeni yanaşmalar tətbiq olunacaqdır. Bu dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini və istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcəkdir.